Salam aleykum, hamınızı xoş gördük. Değerli dostlar, değerli izleyiciler, gününüz aydın olsun, xeyirli və bərəkətli olsun. Bu günləri Binə qəsəbəsində sizlərə qiyməti 65 min Azərbaycan manatını olan 3 otaqlı həyət evimizin çəkilişinə gəlmişik ki, evimiz Məscid küçəsi sağa gedən yol deyilən ərazidən hər iki tərəfdən də yolu olan bir ərazidə yerləşir. Evimizin qazı, işığı, bütün kommunallər var. Kombi xətləri çəkilibdir, artizan suyuna kimi hazırdır. Burada gülçə əkmək üçün dostlar, bax belə bir qəşəng qıraqlarda kant yerlər saxlanılıbdır. Evimizin böyrünə, arxasına, belə deyim də, çətinlik də olsa belə sıxışa keçmək olur. Yəni hara məsafəsi var. Və evimizin havalandırılma sistemləri, padvalı ev yerdən 7 daşın üstündə olan bir evdir. Qoşa daşdır, bunu tam səmimi deyirəm, çünki daha təkdaş evlər yoxdur dostlar. Onu bildirim ki, təkdaş tikilmir. Qəşəng bax gördüyünüz kimi pəncərələrin hamısı necə lazımdır. Akuratını vırılıbdır, hər bir şey tam hazır bir vəziyyətdə. Həyəti tam etdi, şambosu da qapısındadır dostlar. Evimiz çox gözəldir, həyətinə rahat bir formada maşın daxil olunur. Beləliklə inşallah qoy Aşıq xanım da sizləri salamlasın. Keçək evimizin içinə. Dəyərli izləyicilərimiz, YouTube kanalının izləyiciləri hər birinizi salamlayıram. Həqiqətən də fürsətlərdən qaçırmayın. Allah deyirik təqdimata keçirik. Bəli, dəyərli dostlar, dəyərli izləyicilər, inşallah daxil olacaq evimizin içinə. Keçməmişdən əvvəl onu bildirmək istəyirəm ki, kanalımızı like atmağı, abunə olmağı, zil düyməsinə toxunaraq bildirişləri açmağı unutmayın. Həyəti bacası qəşəng, solidli bir yerdə ev istəyənlər mütləq müraciət eləsinlər. Səhifədə əlaqə nömrələrimiz var. Bir də ki, bütün hamısının qiymətlərini qeyd edirəm. Əlavə sənədlərinə kimi. Sənədləri fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Görürsünüz, %99% evlərin hamısında eyni sənədlərdir. Evimiz qəşəng aboylanıbdır, qəşəng qapılar qoyulubdur. Solid evdir. Bura mətbəx hissəsidir dostlar. Mətbəx hissəsidir. İndi düzdür, hərənin bir zövqü var. Məsəl üçün mən biraz qara xüsusilə belə bir şeyləri xoşlamıram, amma indi hərənin öz zövqü var dostlar, demirəm. Qəşəng aboylardır, bahalı aboylardır. Rəngi bax bu cür nədir. Pəncərəsi var, evə işıq düşür, həyəti bacası yaxşıdır, normal qaydadadır. Otaq ölçüsü də ki dostlar, çox geniş bir formadadır, səliqəlidir. Keçdik evimizin hissələrini göstərək. Biraz zal hissəsidir dostlar. Gördüyünüz kimi, qəşəng. Yəni, cavan ailə üçün xudmani belə mükəmməl evdir. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar. Qiymətdə 65 min. Evimizin yataq otağına daxil oluram. Dostlar, yataq otağı da gördüyünüz kimi çox qəşəng, solidli, rahat bir formada dizayn olunubdur. Aboyları zadı çox gözəldir, səliqəli bir evdə. Bura evimizin digər otağıdır, gördüyünüz kimi. Digər otağımız da çox qəşəngdir, səliqəlidir. Yəni, hər bir şey tam səliqəlidir, aboyları gözəldir. Burada sanitar qovşağı, qranit mərmər, gördüyünüz kimi hər bir şey hazır bir vəziyyətdədir, səliqəli vurulubdur. Real alıcısını gözləyir, məncə tələsin. Qiymət də çox münasibdir. Real alıcıya fürsətdə indirim də var. Sayğacıları var. Dostum, hal-hazırda çöldən avtomatdan söndürüldüyü üçün içərdən yandırmaq olmur. Dostlar, buyurun əlaqə saxlayın, gəlin baxın. Arxa tərəf pəncərələrini də açıram. Görək nə qədər məsafəsi var hasarla. Baxın, gördüyünüz kimi ara məsafə var. O tərəfdə də daşlar töküblər. Yəqin ki, ev tikiləcək. Ola bilsin ki, dostlar, yəni alıb yığıbdır. Arxa tərəflər belə boşluq var. O tərəflərdə evlər görsəniz. Amma səliqəli yerdir. Çox gözəl yerdir. Hər iki tərəfdən də məsafəsi olan ərazidir. Dostlar, belə evi almaq istəyənlər məncə müraciət eləsinlər, qaçırtmasınlar. Allah hər kəsin xeyrini versin. Ruzlu və bərəkətli olsun. Qapısını örtək. Çax. Ya Allahın adı. Bismillahirrahmanirrahim. Allah hər kəsə xeyir versin. Amin inşallah dostlar. Gözəl evdə.